Patrul AZ redaksiyasına daxil olan görüntülər Xırdalan şəhərində fəaliyyət göstərən bir Home Pub restoranında dəhşətli mənzərəni ortaya çıxarıb. Araşdırma zamanı məlum olub ki, müəssisənin mətbəxində sanitar gigiyenik qaydaların kobud şəkildə pozulması adi hala çevrilib. Əldə olunan kadrlarda açıq-aşkar görünür ki, ət məhsullarının görüntüsü olduqca iyrəncdir və bu, həmin məhsulların istifadəyə yararsız olmasından xəbər verir. Daha da qorxunc məqam ondan ibarətdir ki, restoranın mətbəxini siçanlar basıb. Hətta pişiklərin belə mətbəxdə dolaşaraq siçanlarla qol boyun gəzdiyi müşahidə olunur. Belə təsir bağışlayır ki, məşhur Tom and Jerry cizgi filminin ssenariləri məhz bu mətbəxdəki real vəziyyətdən ilhamlanaraq çəkilib. Bu isə müəssisədə qida təhlükəsizliyi qaydalarının tamamilə unudulduğunu göstərir. Toyuq və digər məhsulların saxlanma şəraiti biabırçı vəziyyətdədir. Yeməklərin hazırlanması prosesi isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bütün bunlara baxmayaraq, bir Home Pub restoranı sosial şəbəkə hesablarında özünü yüksək keyfiyyətli xidmət göstərən nümunəvi bir məkan kimi təqdim edir. Rəngarəng reklam çarxları və cəlb edici paylaşımları isə reallığı gizlətməkdən başqa bir məqsədə xidmət etmir. Reklam materialları ilə faktiki vəziyyət arasındakı kəskin ziddiyyət istehlakçıların aldadıldığını bir daha sübut edir. Mövcud vəziyyət yalnız müştərilərin hüquqlarının pozulması deyil, həm də onların sağlamlığının ciddi risk altına atılması deməkdir. Belə bir məkanda hazırlanmış yeməklərin kütləvi zəhərlənmələrə yol aça biləcəyi istisna edilmir. Qida təhlükəsizliyi qaydalarının pozulması qanunvericiliklə qadağandır və məsuliyyət doğuran haldır. Patrul AZ olaraq aidiyyatı qurumlara müraciət edirik. Xırdalan şəhərində yerləşən bir Home Pub restoranında hökm sürən bu acınacaqlı vəziyyət dərhal araşdırılmalı, müvafiq tədbirlər görülməli və müştərilərin sağlamlığını təhlükəyə atan hallara hüquqi qiymət verilməlidir. Gülbəniz Səfərova, Günay Salayeva, Patrul AZ.